Astanada faciəli şəkildə həyatını itirən 17 yaşlı Əfsanə İmanovanın toyundan görüntülər yayılıb. Doğru Xəbər Azərbaycan xəbər verir ki, görüntülərdə onun bəy ilə birgə şadlıq evinə daxil olması görünür. Bildirilib ki, toy mərasimi oktyabrın 28-i Astanadakı şadlıq saraylarının birində keçirilib. 7 aylıq hamilə olan Əfsanə daha sonra özünü pis hiss edib, gecə saatlarında xəstəxanaya çatdırılan Əfsanə oktyabrın 29-u saat 06 radələrində vəfat edib. Tibbi ərazi bölmələrini idarə etmə birliyindən bildirilib ki, Əfsanədən əvvəl bətnindəki döl ölübmüş. Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.